düşünməyə çağırır, anlamağa dəvət edir. Bütün bunlardan əlavə Allah bir şeyə də ayrıca əmr edir, səbr etməyə, səbirli olmağa. Məlum olur ki, səbrə ayrıca diqqət etməliyik. Səbir xüsusiyyətini özümüzdə yaratmağa cəhd etməliyik, çalışmalıyıq. Səbirlə ayrıca məşğul olmalıyıq. Bəzən biz elə təsəvvür edirik ki, iman özü özlüyündə səbirli olmağa səbəb olur. Bu məsələdə yanlışlıq var. Bizim imanımız, mərifətimiz olsa da, amma səbrə sahib olmaq üçün ayrıca çalışmasaq, bu xüsusiyyət bizdə yaranmayacaq. Biz səbr üçün ayrıca çalışmalıyıq. Bəli, imanın səbrə təsiri var. İman insanda səbrin formalaşmasına kömək eləyə bilər. Amma səbirlə ayrıca məşğul olmaq lazımdır. İmanla yanaşı. Belə bir hədis var, Salmanın imanı Miqdadın imanından çox idi. Amma Miqdadın səbri Salmanın səbrindən çox. Məlum olur ki, baxmayaraq ki, iman cəhəttindən Salman Miqdaddan daha imanlıdır, amma səbri ondan daha azdır. Bu hədis bizə anladır ki, təkcə imanımızla kifayətlənməməliyik. Səbrə imanın təbii nəticəsi kimi yanaşmamalıyıq, ayrıca yanaşmalıyıq. Hətta Quran-ı Kərimdə neçə dəfə səbr imandan əvvəl gəlir, öndə gəlir. Məsələn, insan kömək almalıdır da, Allah yolunda, haqq yolunda nədənsə kömək almalıdır. Quran buyurur ki, İstəinu bis-sabri və-s-salah fə-innəhə ləkəbirətun illə aləl-xaşi'in. Buyurur ki, səbr və namazdan kömək alın. Və namazdan kömək almaq daha çətindir. Səbr və namazdan yardım alın. Səbr burada namazdan əvvəl gəlir. Deyir ki, yolu getmək üçün sizin köməyə ehtiyacınız var və bu köməyi səbirdən alın. Başqa yerdə buyurur, Ya eyyuhəllədinə amənu, istəinu bis-sabri və-s-səlah, innəllaha mə'əs-sabirin. Buyurur, ey iman gətirənlər, səbr və namazdan kömək alın, Allah səbr edənlərlədir. Yəni, yola başlayanda səbri özünə yol ehtiyatı götür. Səbirdən kömək al ki, namazdan kömək ala biləsən. Səbr olmazsa, namaz sənə nəticə verməyəcək. Namaz sənə kömək eləməyəcək. Heç bir yerdə dinimiz Quran demir ki, səxavətdən kömək al, demir məhəbbətdən kömək al. Çox deyil belə məsələ ki, deyək, çox şeydən insan kömək ala bilər. Amma iki şeydən deyir kömək al. Bir səbir, bir namaz. Səbir və namaz sənə kömək eləyə bilər, yardım eləyə bilər. Hər iki ayədə səbir namazdan əvvəl gəlir. Deməli, səbir prioritet bir mövzudur. Yəqin ki, bu ilki söhbətimizin mövzusu hamıya aydın oldu. Bu il səbir haqqında danışacağıq. Səbir İslamda ən prioritet mövzulardan biridir. Vacib mövzulardan biridir. Uşaq tərbiyəsində də,
uşağı səbirli olmağa tərbiyə etmək olduqca vacibdir. Tərbiyənin əsas şərtidir. Burada bir söz deyilə bilər ki, onsuz da hamı səbr eləyir də çarə yoxdur. Neynəyəsən ki? Burada söhbət çarəsizlikdən, səbr eləməkdən getmir. Məcbursansa dözməyə dözürsən. Quran bu səbri demir. Bu səbir fəzilət deyil. Belə səbrə tövsiyə eləməzlər ki, səbirli ol. Onsuz da səbirlidir, məcburdur. Bir şey ki, hamı eləyir, ona tövsiyə eləməzlər. Cəmaata deməzlər ki, sən qışda kurtka geyinin və yaxud da yatanda ayaqqabını çıxartmaq lazımdır. Bunu hamı onsuz da eləyir. O səbir deyil. Allahın tövsiyə etdiyi səbirdən danışacağım. Allah qismət eləsə. Qismət Allahın əlindədir. Allahın tövsiyə elədiyi səbirdən danışacağım və məlum olacaq ki, səbir bütün mənəvi keyfiyyətlərdən ayrıca bir neymətdir. Ayrı. Allah onu ayırır. Səbri. İnsan belə düşünməməlidir ki, məsələn, bəla gəlib, mən səbr eləyirəm. Bəla qutardı, bəladan da canım qutarsın səbirdən də. Xeyr, səbir qalmalıdır. Bəla gəlib gedər, amma sən səbri sırf bəlaya bağlama. Bəla zamanı səbr elə, sonra səbri inkişaf elətdir. Bəla gedəcəksə səbr qalsın. Və yaxud da bir neymətə çatmaq istəyirəm, hələ ki yoxdur. Səbr eləyirəm ki, o neymət əlimə gəlsin. Neymət gələndən sonra deyim, səbirdən də bezdim. Nə qədər səbr eləyərlər? Səbirdən adam gərək bezməsin. Səbir həmişə həyatı boyu insanı müşahidə eləməlidir. Həyatı boyu. Səbir ayrı-ayrı hadisələrlə bağlı olmamalıdır. Səbir daimi bir keyfiyyətdir. Tərbiyə eləmək lazımdır. Necə idmançı gedir, bədən tərbiyəsi ilə əzəllərini gücləndirir. Səbri də bir əzələ kimi tərbiyə eləmək lazımdır, inkişaf elətdirmək lazımdır. İnsan məşq eləməlidir. Dindarlıq, namaz, zəkat, xums bundan yekunlaşmır. Yəni, bütün bunların yanında insan səbrin yetişdirilməsi ilə məşğul olmalıdır. Biz çox vaxt ibadətdən ona görə nəticə almırıq ki, səbirlə məşğul olmuruq, səbir keyfiyyəti ilə. Allah isə Quranda namazdan öncə deyir səbir. Səbirli ol ki, din sənə nəticə versin, nəticə əldə etmək üçün. Mütləq lazımdır. Səbir adama din olmasa da lazımdır. Bir adam dinsizdir, indi mənə qulaq asır. Məsələn, evində oturub, deyir, bir dini söhbətdir, qulaq asın. Elə düşünməsin ki, səbir ancaq dindarlara lazımdır. Səbir istənilən uğura çatmaq üçün lazımdır. Uğurlu həyat üçün lazımdır. Və Allah qismət eləsə, biz danışıb bitirsək söhbəti, görəcəksiniz ki, səbir bizim təsəvvür elədiyimizdən daha dərin anlayışdır. Yəni, belə deyil ki, eşitmişik də səbir bilirik. Səbir çox məşhurdur, amma araşdırılmayıb. Mən də ilk dəfədir səbir haqqında silsilə söhbət eləyirəm. İndiyəcən danışmamışam. Səbir bizim düşündüyümüzdən daha dərin anlayışdır. Səbir hamıya lazımdır, dindara da, dinsizə də, kim olur olsun. Səbirlə istənilən uğura, müvəffəqiyyətə çatmaq olur. Səbirsiz insan təməl uğur qazana bilməz həyatda. Keçici uğurlar ola bilər. Amma uğurlu insan sözün tam mənasında hər tərəfli insan ola bilməz, səbirsiz insan. Təbii ki, din kömək eləyir səbir xüsusiyyətinin yaranmasında. Amma səbir universal bir xüsusiyyətdir, hamıya lazım olan. Bir cəmiyyət ki, namaz qılır, oruç tutur, ibadət eləyir, din əhlidir. Amma səbirli deyil, o cəmiyyətə təəssüf etmək lazımdır, təəssüflənmək lazımdır. Səbir xüsusiyyəti olmayan cəmiyyətə.
Dindarlar bəzən ailələrində övladlarına namaz öyrədir, ibadət öyrədir, amma səbri aşılamır. Bu uğurlu tərbiyə deyil. Bunların hamısına toxunmağa çalışacaq, zaman fürsət versə. Səbr olmasa iman naqis olur, bəhrə vermir. Elə bir yemək var, çəkməyə qabı yoxdur. Namazın bərəkətindən faydalanmaq üçün səbr qabı lazımdır. Mütləq və mütləq. Həyatımız da indi səbrə mane olur, həyat tərzimiz. Keçmişdə kənd evlərində, indi çox kənd evlərində də az qalıb, amma yaşayış, həyat tərzi başqa idi. Hər şeyi evdə eləyirdilər. Məsələn, deyək, çörək bişirir ana uşaqların gözü qabağında. Hətta buğdanı özləri üyüdürdülər, una çevirirdilər əl dəyirmanında. Bu proses idi. Ondan sonra un olduqdan sonra xəmir eləyirdi, onu yoğururdu, yapırdı, çörək pişirirdi. Bir proses idi ki, gözləməliydin. Hədislərdə var ki, çörəyi evinizdə pişirin özünüz. İndi bunu heç kəs əməl eləmir. Şəhər həyatında ümumiyyətlə mümkün deyil. Yəni, əməl etmirlər. Amma bu özü özlüyündə həyat tərzi uşağın gözünün qabağında baş verir axı. Şuuraltı olaraq onda nəticəyə çatmaq üçün səbirli olmaq lazımdır bir fikrini yaradırdı. Bunun hamısını görürdü. Həyat da biraz daha şirin idi onda o zaman. Həyat daha dolğun idi. Deyirlər ki, məsələn, uşaqlara ağac əkdirin, öz ağacı olsun, ona qulluq eləsin, neçə ildən sonra bar versin. Görsün ki, bir nəticəyə çatmaq üçün ağacın bar verməsi bir prosesdir, dözmək, səbir eləmək lazımdır. Bu şəkildə ona o səbri aşılayın. Bunlar hamısı məşqlərdir, təbii məşqlər idi, insanın həyat tərzindən qaynaqlanırdı. İndi bunlar da yoxdur. İndi güc daha çox minbərə düşür, danışmağa düşür. Xüsusilə şəhər həyatında, xüsusilə indiki dövrdə həyat çox sürətli, çox dinamikdir. Sosial şəbəkələr, kütləvi informasiya vasitələri, informasiya axını, saniyədə bir xəbər gəlir. Saniyədə. Bütün bunlar səbri zəiflədir. Səbir xüsusiyyətini, ümumiyyətlə, müasir dövrün həyat tərzi, səbrə tam ziddir. Uşaqlar üçün elə oyunlar düşünmək lazımdır ki, səbri tərbiyə eləsin. Yoxsa indiki oyunlar da sürətlidir. Səbri alır. Bunun da gələcəkdə çox böyük fəsadları olur. Və olacaq da. Elə bir oyun fikirləşmək lazımdır ki, axıra qədər səbr edənlər qazansın oyunda. Bunu düşünmək lazımdır. Mən heç bir oyunu minbərdən təbliğ eləmək istəmirəm. Məsələn, şahmat belə oyundur. Düşüncə, səbr, hövsələ tələb eləyir ki, nəticə əldə eləyəsən. Sözüm budur ki, səbr ibadətlə yanaşı ayrıca tərbiyə olunmalıdır. Ayrıca ona diqqət yetirilməlidir. Biz hərdən imanımızdan nəticə əldə etmirik, çünki imanla yanaşı müəyyən mövzular, şərtlər var ki, onlar yoxdur bizdə. Onlar olmadığından deyirik ki, niyə mən qabağa gedə bilmirəm? Bəs Allah bunu bilir ki, namazdan qabaq səbri deyir. Deyir, səbir və namazdan yardım alın. İki şeydən Quranda deyir, yardım alın, yol gedirsinizsə, hədəfə doğru hərəkətdəsizsə, mütləq və mütləq səbirdən kömək alın, yoxsa yarımçıq qalacaq. Və bu da belə deyir ki, səbirli ol və bir adam da səbirli oldu. Səbirli ol deməklə olmayacaq. Səbir bir məşğuliyyət tələb eləyən bir xüsusiyyətdir. Üzərində çalışmaq lazımdır. Ciddi cəhətlə özdə çalışmaq lazımdır. Proqram olmalıdır səbirlə bağlı. Bir dənə də ayə deyim Qurandan. وَالَّذ۪ينَ سَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّكَ وَاَقَامُوا الصَّلَاةِ Buyurur ki, o kəslər ki,
Yenə də namazdan əvvəl səbri gətirir. Bu ayə mənəvi səbirlə əlaqəlidir, imanla bağlıdır. Deyir, o kəslər ki, Allahın rizasını qazanmaq üçün səbr edirlər və namazı bərpa edirlər və ənfəqu mimmə rəzəqnəhum sirrən və alaniyyətən, deyir, onlara verdiyimiz ruzudən də gizli və aşkar infaq edirlər başqalarına. Ondan sonra buyurur, və yədrəunə bilhəsənətis-səyyiə, pisliyin qarşısında yaxşılıq edirlər, pisliyi yaxşılıqla dəf edirlər, pisliyə qarşı yaxşılıq edirlər. Bunların hamısını sadaladıqdan sonra buyurur, Ulaikə ləhum uqbəddar, axirətin əbədi evi bunlar üçündür. Görürsünüz, hardan başladı? Deyir, Allahın razılığını qazanmaq üçün səbr edirlər, bir, sonra namazı bərpa edirlər, iki, infaq edirlər, üç və yaxşılığa, pisliyə yaxşılıqla cavab verirlər, bu da dörd. Birinci səbir gəlir. Bütün bunlara nail olmaq üçün səbirdən başlamalısan. Bu yol səbir tələb eləyən yoldur. Səbir tələb eləyən yoldur. Quranda 100 dəfədən çox danışıb səbir haqqında. Qiyamətdə xüsusi baxacaq bu xüsusiyyətə ki, kimdə səbir xüsusiyyəti var. Qiyamətdə neçə şey zəruridir, şərtli bir də səbirdir. Səbir hər bir müsbətin yanında olmalıdır ki, onu nəticəyə çatdırsın. Bar versin o müsbət xüsusiyyət. Hər bir müsbət xüsusiyyətin bar verməsi üçün səbir onun yanında dayanmalıdır. O səbirdən kömək almalısan. Yoxsa xarab olacaq, nəticə olmayacaq, sonsuz olacaq. Yəni, bəhrəsiz olacaq. İlk gündən son nəfəsə qədər səbir lazımdır. İmanın elə bir mərhələsi yoxdur ki, orada səbir dahi lazım olmasın. Desin ki, mən bir məqama çatmışam ki, artıq səbirə ehtiyac yoxdur. İmanın dərəcələri artdıqca daha çox səbirə ehtiyac var. Yüksək mənzil sahiblərinin daha çox səbirə ehtiyacları var. Onların səbirləri daha çox olmalıdır. Məqam artdıqca səbir də daha çox olmalıdır. Səbr imanın meyarıdır. Yəni, iman nə qədərdir? Bax, gör səbri nə qədərdir. Bir adamın imanı nə qədərdir? İmanı ölçmək olmur axı gözlə. İbadətlə bildirmir. Gör səbri nə qədərdir? Səbri nə qədərdirsə, imanı da o qədərdir. Səbr imanın göstəricisidir. Səbrin biraz mahiyyətindən danışaq. Çox vaxt almayaq. Nədən başlamaq istəyirəm səbrin mahiyyətindən danışmaq mövzusunu? Bu ayədən. Buyurur ki, xuliqəl insan min əcəl. Qəribə ayədir bu. Buyurur ki, insan, demir, tələskəndir. Deyir, insan tələskənlikdən yaranıb. Demirsən, adam torpaqdan yaranıb. Min əcəl deyir. Demir, insan əculdur. O da deyir başqa yerdə. Burada deyir ki, xuliqəl insan min əcəl. Yəni, insanın xəmirinin mayası tələskənliklə yoğrulub. İnsanın təbiətindədir bu tələskənlik. İnsan zatən tələskən varlıqdır. Xəmri bununla yoğrulub. Və maraqlıdır. Bu yandan tələskən yaradır. Bu yandan da deyir, səbirli ol. Bax, maraq bundadır. Tələskən yaradır. Bu yandan da deyir, səbirli ol. Deməli, nə olur? Deməli, sən axına qarşı getməlisən. Sənin həyatının başlanğıcı axına qarşı getməkdir. Sən aram yaransaydın, desəydilər, səbr elə, bu hünər deyildi. Səni tələskən yaradıb. Və niyə tələskən yaradıb? Onun da səbəbləri var. Lazımdır insana. Lazımsız deyil. Amma maraq bundadır ki, tələskən bir varlığa deyir ki, səbirli ol. Deməli, əvvəldən sən bir axına qarşı getməlisən. Səbrin gözəlliyi çətinlikdədir. Birinə desən ki, səbr elə, cavanlar adətən deyir, çətindir. Deyirən ki, təbrik edirəm də, çətin işdən yapış. Sənə təbrik düşür ki, çətin işin qulpundan yapışasan. İnsan təbiətən belədir ki, hər şeyə tez çatmaq istəyir. Tez nəticəyə çatmaq istəyir.
Allah da elə bir dünyaya göndərib, mənə diqqət edin, Allah insanı belə yaradıb ki, nəticəni tez istəyir. Və elə bir dünyaya göndərib ki, nəticə tez olmur, gözləməli olacaqsan. Nəticə üçün. Və burada nə lazımdır? Burada səbir lazımdır. İnsan istəyir, tez çatsın, tez əldə eləsin, dünya da vermir, ləngidir. Dünyanın xüsusiyyəti belədir, yəni. Bu dünyada mümkün deyil istədiyinə çatasan, tez çatasan. İnsan körpəlikdən tələsir. Acam gecikdə ağlayır. Deyir, tez elə, tez ver. Gözləmək istəmir. Bu insanın təbiətidir, zatıdır, həqiqətidir. Uşaq deyirsən ki, deyir filan şey istəyirəm, deyirən ki, 2 dəqiqə gözlə, 2 dəqiqə anlayışı yoxdur onun üçün, 2 dəqiqə yəni heç vaxt olmayacaq, deyir indi istəyirəm. Niyə? Deyir indi. Çünki belə yaranıb. Allah deyir, xuliqəl insan min əcəl, insan tələskənlikdən yaranıb. İndi gəl buna öyrət ki, sən səbr eləməlisən. Necə öyrədirsən onu uşağa? Belə öyrədirsən ki, 7 ildir uşaq şahdır. Doğulandan 7 yaşına qədər evin şahıdır. Ne üçündür bu? Yəni sən ona dözməlisən. O səndə o dözümü görüb mənimsəsin. 7 il onu azad bıraq. Uşaq da istədiyini edir, sən də dözməlisən axı buna. Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir, şahdır. Və uşaq şah olmaqla istədiyini eləməlidir, sən də dözməlisən ona. Və bu uşağı da tərbiyə edir atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır əslində, deyir adam ol. Adam ol, nədir adam ol, yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir. Uşaq belə tərbiyə olur. Amma görsə ki, tez özündən çıxır ata-ana, ona zərbə dəyir. Bu tələskən varlığı ailədə 7 il şah qərar verir Allah ki, bu dünyaya təzə gəlib, özü də tələskəndir. Siz buna qulluq eləyin. O görəcək ki, məsələn, necə onun nazı ilə oynayırlar. Əlbəttə ki, yenə deyirəm, məsələn, hansısa təhlükələrdən uşağı qorumaq lazımdır. Dolay, yox deməklə, qışqırmaqla yox. Onu səbirlə. Və bu səbri səndə görsə, onda artıq hazırlıq yaranır. Onun ruhuna hopur o səbir. Musa aleyhissalam Allah'a dedi ki, istəyirəm, daha çox səbirli olam. Allah buyurdu ki, get uşaqla oyna. O boyda Peyğəmbərə deyir. Uşaqla oyna ki, səbir xüsusiyyəti səndə yaransın. Uşağa döz. Əvvəl şirin olur, bir 10 dəqiqə, 15 dəqiqə sonra dözmək lazımdır onun kaprizlərinə. Çox fövqəladə çətindir. Yəni, demək asandır. Fövqəladə çətindir və onunla məşğul olmaq lazımdır. İlahi, məni tələskən yaratmısan, deyirsən səbirli ol. Niyə belə eləyirsən axı? Çünki mən sənə dəyər verirəm. Çünki səndə olan potensialı bilirəm. Sən axına qarşı getməklə həyatını başlamalısan. Sən dəyərlisən, sən bacararsan. Alınar. İnsan tez nəticə istəyir, dünya vermir. Dözməli olacaqsan. Bundan həm də nə başa düşülür? Bundan həm də başa düşülür ki, dünya insanın yeri deyil. Bir yer ki, istədiyimi mənə vermir, mən də istəyirəm, deməli, mənim yerim deyil. Bunu başa salır. Bir güllə ilə neçə dovşan vurmaq budur. Həm səni tərbiyələndirir, eyni zamanda səni başa salır ki, sən görürsən necə yaratmışam səni. İstəyən kimi istəyirsən yanında olsun, hazır olsun. Dünya da sənə vermir, ləngidir. Deməli, nəticə çıxar ki, bura mənim yerim deyil. Mən bura üçün deyiləm. Qarşıda bir aləm var, Allah vəd verir. Deyir, o sənin xasiyyəti uyğun aləmdir. Sənin yerin oradır. Əsas sənin yerindir. O cənnətdir. Deyir, iradə eləyirsən, hazırdır. Budur əsas, istək budur. İradə eləyir ki, filan şey kaş deyirsən, hazırdır. Qarşındadır, qoyulub qarşıva. Sənə uyğun yer oradır, ruhuva uyğun. Sən bir dəfə ruhu analiz elə, insan olaraq. Görəcəksən ki, bura sənin yerin deyil. Bir balaca özünü analiz elə. Görəcəksən ki, bu, mənim heç bir ruhi təməl ehtiyacıma cavab vermir, olduğum yer, dünya.
Mən istəyirəm həmişə olum, gündə bir cənazəni çiyinlərində aparırlar. Mən istəyirəm sağlam olum, gündə birini xəstəxanaya aparırlar. Mən istəyirəm, istədiyim tez olsun, tələsirəm, el olmur. Görürsən ki, heç bir parametr ilə sənə uyğun yer deyil bura. Sənə uyğun yer deyil. Görsənir ki, bura hansısa bir hazırlıq mərhələsidir. Uyğun deyil də bura mənə. Burada səbir lazımdır. Cənnətdə səbir lazımdır, xeyr. Xuliqəl insan minə əcəl zati bir xüsusiyyətdir, amma maddi tərəfi ilə də bağlıdır insanın. Və maddi aləmdə də qarşılanmır. Amma bir gün gələcək ki, deyəcək, indi istəyirəm, deyəcək buyurur. İndi istəyirəm, istəklər dərhal qarşılanacaq. Bax, oradır sənin yerin. Oradır sənin yerin. Əleyhisselamın kəlamlarına baxın. Fəssəbəru əyyamən qəsirə əqəbəthum rahətən tavilə. Buyurur ki, qısa günləri səbr etdilər. Təqvallar. Və qarşıda davamlı rahatlıq var. Yəni, nə demək istəyir? Deyirsən, dünyaya səbr eləməlisəni. Sənə deyilir ki, burada 5-10 gün qalacaqsan, bir tər döz. Bir tər döz. Necə dözüm? Qarşıda rahatlıq var. Bir tər səbr elə. Bir dənə şuarın olsun həyatda. Dinən ki, bu da keçər. Bu da keçər. Şad günündə də de. Qəmli günündə də de. Dinən bu da keçər. Şad günündə çox dəli olub özündən çıxma. Keçəcək. Qəmli günündə də yenə də dəli olub özündən çıxma. O da keçəcək. Elə bir aləmdir ki, zatən belədir və sən buna dözməlisən. Dözüb böyüməlisən. Səbirli olmalısan. Səbirlə buna davam gətirə bilərsən. Kaş Allah qismət eləyə bu. Bugün elə bir zamanda yaşayırıq, sabaha güman yoxdur. Ona görə təkrar edirəm, qismət eləyə ki, bu 10 gündə bu bəhsi açım. İnsanlar gəlmişdi, dinləmək istəyirdi, biz izah elədik. Təəssüf edirəm ki, yəni canlı ünsiyyət imkanımız az adamlandı da, indi məhduddur, amma evlərdən də insanlara, mən bunu təsəlli üçün demirəm, valla həqiqət belədir. Evlərdən insan niyyət eləsin, dəstəmaz alsın, otursun, monitorun qarşısında dinləsin, qoşulsun, eyni yox, bəlkə də ondan çox savabdır. Çünki yanğı var axı içində, istəyir ki, məsciddə olardım kaş. Bu ona biraz da əlavə eləyir. Yəni, bunu təsəlli üçün demirəm. Həqiqətən də belədir. İnsanlar hər gün qoşula bilərlər. Düzdür, həmin təsiri dillər vermir bəzi insanlar. Düzdür, məclisdə bir fəzada olur. Amma elə o təsiri vermədiyini Allah başqa cür əvəzini verəcək. Qismət olsun ki, bu 10 gündə biz bu mövzunu açaq. İzah eləyə görəcəksiniz ki, nə qədər şirin, lazımlı, mənalı bir bəhsdir bu. Çünki bəzən qəribə gələ bilər ki, Məhərrəm aydır, 10 gündür, o qədər mövzu var. Bu səbirdən danışır. Bəlkə də əvvəl qəribə gələ bilər, açıldıqda görəcəksiniz ki, bu zəruri, vacib, həyati bir mövzudur. Biz zaten səbrə müxalif yaranmışıq. Bu yandan da özü yaradıb bizi belə. Bu yandan da işə salır bizi. Deyir ki, səbr eləyin. Maraq bundadır, bax. Bu kimi varlığa deyəsən səbirli ol. Bu ki, bütün hüceyrələr nə qədər tələskəndir. Buna deyir, maraq bundadır ki, ay tələskən olan varlıq səbirli ol. Bir sürü nə təlatümlər yaradır bu ruhda. Özüvə qarşı getmək. Biz dünya işində də tələsirik, axirət işində də. Deyir ki, tez zəngili həll eləyək məsələni. Tez, indi. Falan iş tez düzəlsin. Axirət işində də 2 gün namaz qılır, gəlir mənə irfani məqamına, necə deyim, niyə mən çatmadım, niyə belə oldum, mən axı, bu yol zəhmət istəyir. 2 günə gedib çatmır heç kəs. O ki, sən ki görürsən, bir anın içində filan kəs dəyişdi, mən niyə bir anda dəyişmirəm? O bir anın içində dəyişməyə də gələn bir proses var. Bir anın içində o bir anı görürsən. Deyirsən, hür bir anda dəyişdi, bəs mən hür bir anda dəyişənəcən bir proses var idi. Onun içində nələr oldu, gəldi, o bir həll edici anda dəyişdi. Yenə də səbr eləyib nələrəsə, biz bilmirik axı, insandır, hansı çərçivələrə riayət eləyib.
Harda nə eləmək istəyirdi, eləməyib, biz bilmirik. Ona görə də istəyir mənəvi, istəyir maddi nəticələrə çatmaq üçün səbirlə təchiz eləməlisən ruhu, səbirlə silahlanmalısan. Bu yandan da bizi tələsdirən adamlar da var, onlar da bizə bir cür mane olur. Təhrik edirlər bizi. Tez elə, eləməsən başqası eləyəcək, salırlar bizi mənasız rəqabətə. Mən etməsəm başqasına qismət olacaq kimi bədbəxt xüsusiyyət yoxdur. Bu bizim evimizi yıxıb. Yersiz rəqabətdən danışıram. Mən hamısını açıqlayacağım ki, qismət olsa. Mən eləməsəm başqası eləyəcək. Ağlaya-ağlaya İmam Hüseynin qızının qulağından sırğanı dartıb çıxardırdı. Deyirdilər ona ki, axı sən nə iş görürsən? Deyirdi, mən eləməsəm başqası eləyəcək. Görün, nə qədər səbirsizlik, hansı cinayət aparır? Səbirsizlik, tez çatım, tez əldə eləyim. Hətta deyərdim ki, bəzilərini Kərbəlaya gətirən səbirsizlikdir. Qabaqlayıram biraz bir mövzunu. Səbirsizlikdir. Səbr elə biraz, bu sənin üçün yaranıb. Əldən ayaqdan getmə ki, mən əldə eləməsəm vəssalam, başqasına qismət olacaq, gedir uşağın qulağından sırğanı çəkir, çıxardır. Bu xüsusiyyət adamda 3 yaşdan başlayır. 3 yaşda həsəd yaranır. Məsələn, tək uşaqdır, biri də doğuldu, vəssalam. İndi o da əziz oldu, bunda həsəd də yaranır. Bunlar hamısı, deyərsən, bu pis şey deyil, bunu yaradıb yaxşı xüsusiyyətdir, bunun təməli yaxşıdır. Amma pis şeylər də yaradır da, həsəd də yaradır. Yersiz rəqabətə salır adamı. Adam da var, böyüyür, 70 yaşdadır, yenə də tərk eləməyib, dayı da çoxaldı bunu. Bir şeylər var ki, onları aradan aparasan. Rəqabət tələsdirir adamı. Yersiz rəqabət. Bundan da əlavə bir dəstə adam var, adamı təhqir edir. Hə, üzr istəyirəm, külbaşı var, ata-ana da bəzən olur. Filan kəs götürdü, dünyanı apardı, sən qaldın. Hamısı bunlar bizə mane olan amillərdir. İmtihan dünyasındayıq da. Səbr əmri verib, bu qədər də maniyələr çıxır qabağımıza. Benzin tökürlər odun üstünə. Həsrətini daha da artırırlar. Bu yandan da zaman haqqında təsəvvürümüz səhvdir. Əli əleyhissalam oğluna məktub yazır, deyir ki, minəl validil fan, əl-muqirriliz zaman. Deyir, fanı olan atadan, o atadan ki, zamanəni etiraf edir, yəni zamanəni tanıyır, zamanı tanıyır. Bilir ki, zaman nədir? Hərdən elə bilir ki, zaman bizim əleyhimizədir. Keçdisə, vəssalam, elə deyil. Xüsusilə günah işlərdə qorxmayın. Günah qabağınıza çıxdı, qənimət bilmə. O, üzr istəyirəm, bu ifadə minbərdən deyilməz, amma izah eləmək üçün deyirəm, biraz sırtıqdır. Biraz yox, xeyli. Günah sırtıqdır. Yox, deyəcəksən, qorxma, yenə gələcək, yenə gələcək. Demək ki, vay, əldən çıxdı. Belə deyil, qətiyyən belə deyil. Şeytan necə tələstirdi Həzrəti Adəmi? Həl ədullukum alə şəcərətil xuld, əbədiyyət ağacını sizə göstərinmi? Tələsdi, getdi, tez yedi ondan. Bu ibrətamiz hekayədir. Biraz səbr eləsəydi, Allah izah eləyəcəkdir. Əbədiyyət nədir? Bir kəlmə də demişlər, buna toxunma da, buna bu sənə ziyandır. Bu boyda bağı qoyub bir dənə ağaca niyə? Bunlar hamısı məcazi mənaları var, simvolik. Yəni bu qədər halalların içində haramların hamısını toplasan bir ağacdır. Buna dəymə, qalan hamısı sənindir. Gəldi, yapışdı, tez elə, əbədi olmalısan, tez elə, apardı Həzrət Adəmi günaha tərəf. Bu amillər bizi səbirsiz eləyir. Gəlin, səbrin üstündə möhkəm dayanaq. Bu olsa, əgər çox şeylər düzələcək. Çox istəyək Allahdan səbri. İlahi, mənə səbir ver və bunu çox dua eləyək. Bu Quran duasıdır. Rabbena afriq aleyna sabran. İlahi, bizə səbir ver. Və səbir belə neymət deyil ki, məsələn desə, ilahi, mənə 1000 manat ver, versin bir dəfə, elə deyil. Səbir belə deyil ki, sən dua eləsən, o da birdən sənə səbir versin. Sən ki, səbir istəyirsən, göydən gəlmir o.
Səbr istəyirsənsə, sən deməli bir proses istəyirsən. Yəni bir idmançı, məsələn, adam idmançı yox, bir cavan oğlan deyir, ilahi mənə güclü bədən ver. Duası qəbul oldu, bədəni birdən güclü oldu. Belə olmur. Güclü bədən ver, gedir idman zalına, məşq eləyir. Sən də Allaha deyirsən, ilahi mənə səbr ver, yəni sıxıntılar gələcək. Sən deməsən də onsuz da gələcək, amma dua eləsən, o sıxıntılar zamanı məşqçün Allah olacaq. Bu sıxıntıları səndə o səbr əzələsinin yaranmasına kömək eləyəcək. Mənə səbr ver, yəni ilahi, mənlə məşğul ol. Bu davamlı prosesdir. Biz bilməliyik ki, bizim səbrimizi alan şeylər nədir, səbirli olmağımıza kömək eləyən şeylər nədir? Bu gecələrdə imkan olsa danışaq bu barədə. Dindar olmayanlar da dinləyə bilər, söz verirəm ki, faydalı olacaq hamı üçün. Bu bəhslər hamıya lazımlıdır. Şeytanın vəsvəsəsi nədir? Şeytanın vəsvəsəsi budur, bax, neçə dənə vəsvəsəsi var, biri də budur ki, tez elə, tez elə, tez elə, bax budur. Əsas bunu deyir. Tez elə, vay çıxdı əldən, başqası götürdü, sən qaldın. Bəzi yerlər var, harada tələsmək lazımdır, onu da deyərik. Mən bu mövzuları başıma yığıram, bilmirəm axırda neynəyəcəm, amma çalışacağım. Yerlər var ki, tələsmək lazımdır, amma bizim bəhsimiz səbr haqqındadır, tələsməmək haqqındadır.